Mən 1974-cü ildə Zərdab rayonunun Lələağacı kəndində anadan olmuşam. Kənd məktəbində təhsil aldım. 92-ci ildə rayon komissarlığı tərəfindən milli orduya çağırıldım. Daxili qoşunların tərkibində ümumi hərbi təlim keçdim. 92-ci ilin noyabr ayında 15013 sayılı hərbi hissəmiz həyəcan siqnalı ilə qaldırılaraq Mingəçevirə, oradan da Ağdam, Ağdərə, Kəlbəcər yolu ilə Laçına göndərildi. Postlarda mövqe tutub Fingə kəndinin müdafiəsində dayandıq. Bir həftədən sonra qızğın döyüşlər başladı. Döyüşçülərimizin qəhrəmanlığı sayəsində bir neçə dəfə düşmən hücumlarının qarşısını ala bildik. Qozlu, Haqnəzər, Ərikli, İpəkli kəndlərinin və Sarıbaba dağının müdafiəsi uğrunda gedən döyüşlərdə də iştirak etdim. 93-cü ilin yanvar ayında düşmən Təzəkənd istiqamətində hücum etdi. Daxili qoşunların və Laçın taborunun döyüşçülərinin birgə fəaliyyəti nəticəsində ermənilər canlı qüvvə və texnika Sarıdan xeyli itki verdilər. Sarıbaba dağının ətəyində bir düşmən tankı və xeyli sayda canlı qüvvəsi məhv edildi. 93-cü ilin mart ayında Kəlbəcərə göndərildik. Kəlbəcərdə gedən döyüşlərin birində mart ayının 27-sində torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə yüksəldim.